və nəhayət sonradan onlara gülmək üçün yazmağı, danışmağı və hətta düşünməyi qadağan edən qanunlar veririk. Bir filosof demokratik idarə üsulu haqqında xalq hakimiyyəti tərəfdarlarına dediyi sözlərində nə qədər haqlıdır. Siz bu təşəbbüsünüzü demokratiyanı evinizdə həyata keçirin. Onda tezliklə peşman olacaqsınız. Zənnimcə evlə şəhər tamam başqa-başqa şeylərdir. Mənim evim mənə məxsusdur. Uşaqlarım haqlarını verirəmsə, nökərlərim də mənə məxsusdur. Ancaq nə haqla vətəndaşlar da mənə məxsus olmalıdır. Təbiət və filosof dialoqundan parça. Filosof: Təbiət, sən kimsən? Axı 50 ildir ki, sənin qoynunda yaşayıb səni axtarıram. Amma hələ tapa bilməmişim. Təbiət: Mən böyük olan hər şeyəm. Mən riyaziyyata belə deyiləm. Amma məndə hər şey riyaziyyat qanunları ilə yaradılıb. Filosof: Əgər sənin hər şeyin riyaziyyatı bilmirsə, amma sənin qanunların ardıcıl həndəsi qanunlar əsasında qurulubsa, onda bu qanunların əbədi yaradıcısı olmalıdır. Sənin hərəkətlərini idarə edən ali bir zəka. Təbiət: Sən haqlısan. Mən su, torpaq, od, hava, metal, mineral, daş, bitki və heyvanlaram. Mən açıq aydın hiss edirəm ki, məndə nə isə bir təfəkkür var. Səndə də var. Amma sən onu görmürsən. Mən də görməmişəm. Ancaq hiss edirəm. Belə olan halda, mənim bir zərrəm olan sən onu necə bilə bilərsən? Montesquieu Charles Louis 1689-1755-ci illər. Fransız yazıçısı, sosiologu. Bordo şəhərində zadəgan ailəsində doğulub. Kollecdə təhsil alıb. Əmisindən qalan dövlət sayəsində ehtiyacsız yaşayıb. Bir sıra humanitar məzmunlu tədqiqatlar çap etdirdikdən sonra 1720-ci ildə İran məktubları əsərini yazmışdı. İki şərqinin dilindən qərb və şərq ölkələrində hökm sürən qayda qanunlara və sosial hərcmərliyə gülür. Sosiologiyada coğrafi prinsiplərin həlledici rol oynaması haqqında nəzəriyyənin banilərindən biridir. Montesquieu'ya görə xalqın xarakteri, mənəvi siması, onun qanunları və idarə üsulu iqlim, torpaq, ərazinin həcmi və s. ilə müəyyən olunur. Buna görə nümunəvi mütləq ədalətli dövlət quruluşu ola bilməz. Əgər lazımsa, ən yaxşısı konstitusiyalı monarxiyadır. Buna görə qanunlar xalqın coğrafi şəraitlə müəyyən olunan ruhunu əks etdirməlidir. Montesquieu'ya görə hadisələr qanuna uyğun dövr eləyir və qanunlar da bu təbii gedişə əsaslanmalıdırlar. Montesquieu yazır ki, biz bizdən çox güclü olan adamlarla əhatə olunmuşuq. Onlar bizə min cür zərər vura bilərlər. Özü də çox zaman heç bir cəza almadan. Bizim üçün nə böyük təsəllidir ki, insanın qəlbində nəsə elə bir qüvvə var və o daim bizdən ötürü mübarizə aparır. Bizi onların zorunda qoyur. Romanın əzəməti və onun süqutunun səbəbləri haqqında düşüncələr əsərində Montesquieu yazır ki, tarixin hərəkətini, gedişini tale və ya təsadüf deyil, xalqın həyatında gedən dərin daxili səbəblər müəyyən edir. Romalılar nə qədər ki, azadlıq prinsipinə sadiq idilər, onlar güclü və qüdrətli idilər. Despotizm isə onları məhv elədi. Montesquieu'nun məşhur əsərlərindən biri də qanunların hökmü adlanır. O göstərir ki, ədalətli qanunlar insanın təbii hüquqlarından yaranır. Qanunlar xalqın tarixi, adətləri, məişəti və mədəniyyəti, habelə ərazinin iqlimi və coğrafi xüsusiyyətləri ilə bağlı olmalıdır. İran məktubları əsərindən. Avropa dövlətlərinin çoxu monarxistdir. Daha doğrusu belə adlanırlar. Çünki əslinə qalsa mən həqiqi monarxist dövlətin varlığına inanmıram. Hər halda təmiz halda onlar uzun müddət qala bilməzlər. Bu cür idarə üsulu zorakılıq üstündə bərqərardır və tezliklə ya despotizm ya da respublika ilə əvəz olunmalıdırlar. Hakimiyyət heç zaman dövlət və xalq arasında tən yarı bölünə bilməz. Tarazlığın müvazinəti saxlamaq qeyri-mümkündür. Hakimiyyət hökmən bir tərəfdən azalıb, o biri tərəfdən çoxalmalıdır və əsasən burada üstünlük həmişə dövlətin tərəfində olur. Çünki ordu onun əlindədir. Asiya xalqları həmişə taxt-taca hörmət ediblər.
nəinki ona yiyələnmiş konkret adamlara. Xalqı idarə edən gözə görünməz hakimiyyət onun üçün həmişə rəmz, həmişə dəyişməz olub qalacaqdır. Onların tanıdıqları hökmdarlar növbə ilə bir-birinin başını yerə diyirlətsələr də, xalq heç narahatlıq, heç bir fərq hiss etməyəcək. Sanki onlara konkret adamlar deyil, ruhlar hökmdarlıq edir. Belə hökmdar nə qədər bədbəxtdir, zira onun çiyini üstündə yalnız bircə dənə baş mövcuddur və o da elə bil qəsdən sahibinin bütün qüdrətini özündə cəmləmişdi ki, hər hansı bir şöhrətpərəst bütün bu qüdrətin cəmləşdiyi həmin yeri asanlıqla tapa bilsin. Hökmdarın qəlbi təbəələri üçün qəlibdir. Hume David 1711-1776-cı illər. İngilis filosofu və tarixçisi. Şotland ailəsində doğulub, hüquq təhsili alıb. 8 cildlik İngiltərənin tarixi əsərinin müəllifidir. Fəlsəfədə agnostisizmin banisidir. İnsan zəkası haqqında tədqiqat əsərində göstərir ki, obyektiv aləm var ya yoxdur, bizə məlum deyil. Ümumiyyətlə, şeylər və cisimlər haqqında, onların varlığı, yoxluğu haqqında qəti heç nə demək olmaz. Hume səbəblər əlaqəsi haqqındakı nəzəriyyəni vərdişin nəticəsi hesab edir. O, idrakın yalnız şüur axınından ibarət olduğunu iddia edir. Hume'a görə insanın xarakteri, təbiəti dəyişməzdir. İnsan aciz, zəif məxluqdur, ağıllı deyil, affektlərlə yaşayır. Təhsil ona heç bir bilik vermir. Yalnız yarımvəhşi instinktlərlə hərəkət edir. Hume, utilitarizm nəzəriyyəsinin də görkəmli nümayəndələrindən biridir. Ona görə qazanc güdmək, fayda güdmək insan fəaliyyətinin aparıcı meyarlarından biridir. Hume'a görə insan eyibləri ödənilməyən meyillərin nəticəsidir. Xeyirxahlıq isə əksinə. Əsərlərindən parçalar. Müdriklik məbədi qayalar başında, tufan və qasırğalardan, qəzəb və nifrətlərdən çox-çox yüksəkliklərdə yerləşir. O qədər yüksəklərdədir ki, ildırımlar belə ondan aşağılarda çaxır və ən dəhşətlisi, insan qəzəbləri də ona çata bilmir. Bu sakit və dinc mühitdə məskən salan müdrik, məmnun və biraz da rəhimli nəzərlərlə əsl səadət əvəzinə sərvət, şöhrət və hakimiyyət dalınca sürünən adi insanların gülünc əməllərinə tamaşa edir. O görür ki, adamların əksəriyyəti son nəticədə arzuların puçluğundan məyus olurlar. Bəziləri isə bir vaxt tapıb sevindikləri hər şeyin paxıl tali tərəfindən alıb aparılmasından şikayət edirlər. Hər şeydə və hər addımda müəyyən məqsəd güdülməsi, gizli niyyət və plan olması ən laqeyd adamın da, ən məhdud mütəfəkkirin də nəzərindən yayına bilməz. Gərək o qədər nadan və dayaz ola biləsən ki, bunu danasan. Kim ki millətin partiyalar arası qovğasında heç bir partiyaya qulluq eləmir, o çox gec də olsa bir vaxt ədalət pərisinin mükafatına layiq olacağına əmin olmalıdır. Lichtenberg Georg 1742-1799-cu illər. 18-ci əsr Avropa maarifçiliyinin ən az tanınan və bəlkə də ən istedadlı nümayəndəsi, yoxsul pastor ailəsinin 18-ci evladı. Gimnaziyada, sonra isə Göttingen Universitetində riyaziyyat, fizika və astronomiyanı öyrənib. Sonra İngiltərəyə səfər edib. İngiltərə haqqında məktublar əsərində burada yazıb. Sonra vətəninə qayıdıb ömürlük Göttingendə yaşayıb. Universitetdə fizika professoru olub. Böyük maarifçilik işi aparıb. Uzun illər xəstəliyə tutulub tənhalıqda ömür sürüb. Şah əsəri 7 hissədən ibarətdir. Aforizmlər toplusudur. Dərin fəlsəfi düşüncələr əsasən satirik mahiyyət daşıyır. Gündəlik şəklində yazılıb, təxminən 30 illik dövrü əhatə edir. Lichtenberg həm monarxist despotizminə, həm təhkimçilik hüququna, həm də fanatizmə gülür. O, nəzəriyyə ilə praktikanı elmlə həyatı əlaqələndirməyə çalışır. Onun aforizmləri ümumiləşmə dərinliyi, insan psixologiyasına bələdliyi və lakonizmi ilə seçilir. Bu iti ağıl həyatın bütün sahələrində hökm sürən saxtalığı, qeyri-sabitliyi, diletantlığı, təkrarsız, misilsiz bir ustalıq və
məharətlə damğalayır. Buna görə də bu aforizmlər dərin fəlsəfi məzmun daşımaqla həm də nadir ədəbi və psixoloji sənət incilərindəndir. Bütün bu cəhətlərinə görə Kant, Goethe, Gertsen və Tolstoy kimi qüdrətli zəkalar Lichtenbergə dərin hörmətlə yanaşmışlar. Biz elə bir dünyada yaşayırıq ki, axmaqdan çox axmaq törəyir, ağıllıdan isə az ağıllı. Biz doğrudur, artıq cadugərləri yandırmırıq, amma əvəzində içində açıq həqiqət olan bütün məktubları yandırırıq. Seçkilər zamanı səsləri saymaqdansa çəksəydilər daha yaxşı olardı. Azadlıq fikri ilk dəfə kimin ağlına gəlib? Bu doğrudan da böyük bir an idi. Azad Fransada kimi istəsən dar ağacına qaldırmaq da azaddır. Herder doğrudan da gözəl deyir və bunu tarixin aksioması kimi qəbul etmək olar ki, hansı xalq etiraz etmirsə, yalnız onu əsarət altına almaq olar. İş onda deyil ki, keçmişdə İspanların fəxr elədiyi kimi günəş onların monarxiyası üzərində heç zaman batmır. İş ondadır ki, bu dövlət üzərindən keçərkən günəş nə görür? Keçmişdə birinin fikrini dəyişmək istəyəndə başına toxunmurdular. İndiki Fransada isə çox sadə tərpənirlər. Fikirlə bərabər başı da üzürlər. Mən çox şeyimdən keçərdim. Bilim ki, vətən naminə göstərilən hünər əslində nəyin xatirinə göstərilir? Ədalətli hərəkət eləmək üçün çox şey bilmək lazım deyil. Amma ədalətsizlik törətmək üçün hüquq elmlərini əməlli başlı bilmək lazımdır. Mən yenə təkid edirəm. Sözün əsl mənasında insan bizim indiki müasirimiz deyil. Biz onu indi tarixdə axtarmalıyıq. Mənim üçün yer üzünün ən maraqlı obyekti insanın üzüdür. Həyatda təsəllidən çox ibrət görərsən. Məktəb müəllimi və professor istisnasız olaraq növ yetişdirirlər. İndivid yox. Əgər hər hansı bir şəxs dəli ola bilirsə, mən bütün dünya sistemində belə olmaya biləcək heç bir əsas görmürəm. Əgər bir-birinin fikrini oxuya bilsəydilər, dünyada çox az dost qalardı. Elə adamlar var ki, qulaqlarını kəsməyincə eşitmirlər. Ürəyində nə yoxsa dilindədir. Aristotel qeyd eləyir ki, bütün yaradanlar içində ən çox şairlər öz yaratdıqlarının məftunudular. Əgər kitab ildən ilə sənə daha çox xoş gəlirsə, deməli yaxşı kitabdır. Qadının papağındakı ağ lələklər təslim bildirən ağ bayraqdır. A. Bu adamın övladı yoxdur. B. Hə, amma mən elə bilirəm ki, onların çoxu üçün o korrektor olub. A. Siz çox qocalmısınız? B. Bəli, çox yaşayanda həmişə belə olur. Kant İmmanuel 1724-1804-cü illər. Alman idealist fəlsəfəsinin banisi. Königsbergdə, indiki Kaliningradda doğulub yaşamışdı. Təmiz təfəkkürün tənqidi, əməli təfəkkürün tənqidi və idrakın gücünün tənqidi adlı 3 əsəri 18 və 19-cu əsrin onlarla filosofunun dünya görüşünü müəyyən edib. Fəlsəfədə ən böyük məktəblərdən birinə çevrilib. Kanta görə şeylər öz-özünü gizlədib dərk edilməzdir. Bütün qanuna uyğunluqlar obyektiv aləmdə deyil, insanın ruhu aləmindən doğur. Hər adamın zəkasında ümumiləşmiş və zəruri mühakimələr mövcuddur. Dünya haqqında düşüncələrimizi və qanunlarımızı da onlar müəyyən edirlər. Fikirlərindən nümunələr. 2 cür könül xoşbəxtliyi var. 1. Ruhi sakitlik və ya taledən razılıq. Qəmli vicdan. 2. Həmişə şən ürək. Birincisi, insanın özündə heç bir günah hiss etməməsi nəticəsində dünyəvi firavanlığın heçliyini aydın dərk etməklə yaranır. İkincisi isə təbiətin bəxşişidir. Biz öz hisslərimizin obyektlərini adi hadisələr hesab ediriksə, onları elə bu cürdə hesab eləmək lazımdır. Bununla biz etiraf eləmiş oluruq ki,
hadisələrin əsasını şeylərin özündə olması təşkil edir. Hərçənd ki, biz bu şeyin özlüyündə necə qurulduğunu bilmirik. Onu ancaq təzahürlərini, yəni bu naməlum şeyin hisslərimizə necə təsir etməsi üsulunu bilirik. Deməli, zəkamız hadisələrin varlığını qəbul etməklə özündə şeyin də varlığını qəbul etmiş olur. Buna görə biz deyə bilirik ki, hadisələrin əsasını təşkil edən mahiyyətləri, yəni ancaq fikri mahiyyətləri biz nəinki təsəvvür edə bilərik, hətta hökmən təsəvvür etməliyik. Məcburi yalanla güzəştə getmək olar, amma ona haqq qazandırmaq olmaz. Təsəvvür böyük rəssamdır, daha artıq sehirkardır. Ağıl ən çox qaranlıqda yaxşı işləyir. Biz ancaq öz elədiklərimizi anlayıb başqalarına bildirə bilərik. İztirab fəaliyyətə çağırışdır. Yalnız iztirablar vaxtı biz həyatımızı xilas edirik. Bir balaca fikirləşsək, o saat özümüzdə hər hansı günah tapmış olarıq. Bütün canlıların qulaq asdığı ilahiyyat səsidir. Heyvanlar dünyaya gələn kimi öz qüvvələrindən düzgün istifadə etməyi bacarırlar. Yəni özlərinə ziyan vurmurlar. Məsələn, qaranquş yumurtadan çıxan kimi hələ gözləri açılmamış, elə eləyir ki, nəcisləri yuvaya düşməsin. Buna görə heyvanların qulluğa, yemək, istilik və müdafiə tələbatından başqa qətiyyən ehtiyacı yoxdur. Herder 1744-1803-cü il Alman tarixçisi və filosofu. Königsberg Universitetində Kantın tələbəsi olub. Əvvəllər statistikaya aid əsərlər yazıb. Bir müddət Rigada yaşayandan sonra Parisə köçür. Burada da bir müddət yaşayıb vətəninə qayıdır. Goethe ilə dostlaşır. 25 il ərzində fəlsəfəyə, dinə, tarixə və statistikaya aid əsərlər yazır. Nəhayət, yaradıcılığının zirvəsi sayılan bəşər tarixinin fəlsəfəsi ideyası fəlsəfi tarixi əsəri ilə şöhrət qazanır. Burada Herder dünya tarixinə fəlsəfi nəzər salır. Bəşər tarixinin təbii şəraitin dəyişilməz qanunları ilə idarə olunduğunu göstərib, insanı bilavasitə ətraf mühitin məhsulu kimi götürür. Onun fikrincə, dilin mənşəyi ilahi qüvvədən gəlir. Dili hisslərdən ağla keçid vasitəsi hesab edir. Allah və Spinoizm sistemi haqqında söhbətlər əsərində Spinoizm poetik şəkildə şərh edilir. Herderin dili bədii və obrazlı, fikirləri təzə, aydın və sərrastdır. Ömrünün son illəri tənhalıqda keçir. Baxışları ayrıldığına görə Goethe, Schiller və başqa yaxın dostları ondan uzaqlaşırlar. Yalnız Jean-Paul Richter ona tez-tez baş çəkir. Fikirlərindən nümunələr. Nəhayət keçib gəldiyimiz bütün bu torpaqlar bizə göstərir ki, insan əməlləri nə qədər fanidir. Elə birinci nəsil ölüb gedən kimi ən yaxşı qayda qanunlar da dözülməz olur. Bitkilər çiçək açır və solur. Atalarımız çoxdan ölüb və artıq çürüyür. Dünənə kimi peyğəmbərlərin məskəni olan çadırlar artıq yoxdur və dünyada hələ elə qanunlar məcmuəsi yaradılmayıb ki, əbədi olsun. İnsanları əbədi birləşdirən dilin özü belə qocalır. Necə? Doğrudanmı bəşər evladı siyasi və dini tərzlər saydığımız faniliklər üzərində qurula-qurula əbədi var olacaq? Yox, bu zamanın qanadını zəncirləmək, yer şarını buza döndərib susuzluqdan mənasız fırlanmağa məhkum etmək demək olardı. Təsəvvür edin ki, biz Charles Solomonovun məbəddə 22.000 öküz və 120.000 qoyun qurban verməsinin şahidi olsaydıq, nə hala düşərdik? Yaxud Misir məbədlərində ehkam üstə müqəddəs sayılan keçi, pişik və çaqqal görəydik. Öz-özlüyündə ənənələr insan nəslinin onsuz keçinə bilmədiyi yaxşı qaydalardır. Onu təbiətin özü yaradır. Lakin əgər ənənə insan zəkasını şikəst edirsə, dövlətin əməli tədbirlərinə mane olursa və ümumiyyətlə yeni şəraitdə və yeni dövrdə insan təfəkkürünün irəliyə yürüşünün qarşısı alınırsa, o zaman ənənə həm ruh və dövlət üçün, həm də ayrı-ayrı adamlar üçün əsl tiryəkə çevrilir. Bütün yer üzündə maarifin anası olan Böyük Asiya bu şirin zəhərlərdən çox dadmış və başqalarına da dadızdırmışdı.
Asiyanın səltənətləri və bütöv dinləri onu oyadanı gözləyərək yatır. Goethe Johann Wolfgang 1749-1832-ci illər. Alman şairi və mütəfəkkiri. Frankfurt şəhərində varlı hüquq doktoru ailəsində anadan olmuşdur. Leipzig və Strasburg universitetlərində təhsil almışdı. 1774-cü ildə çap etdirdiyi Gənc Werterin İztirabları romanı hisslərin zənginliyi ilə müasirlərinə sehirkar təsir bağışlamışdı. 1775-ci ildən Weimar Respublikasında bir sıra dövlət vəzifələrində işləmişdi. 1789-cu il Fransız inqilabına və respublikasına mənfi münasibət bəsləmiş, hətta satira yazmışdı. Çoxlu məşuqələri olmuş, əsərlərinin çoxunda da onları məth eləmişdi. Şeir və romanların təbiətşünaslığa aid bir sıra əsərlərin müəllifidir. Şah əsəri dərin fəlsəfi məzmuna malik Mənzum Faust romanıdır. Öz dövrünün fikir sultanı kimi şöhrət qazanmışdır. Fəlsəfi baxışlarına görə panteistdir. Təbiətə səcdə qılır. Təfəkkürcə mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən dövrün hakim ideologiyasına kompromisə getmiş, digər tərəfdən heç bir mistik və idealist cərəyana qoşulmamışdı. Təbiətşünaslığa aid əsərləri xüsusilə dəyərlidir. Heyvan və bitki orqanizmlərinin eyniliyi fikrini ilk dəfə o irəli sürmüş və bu barədə bitki metamorfozuna dair təcrübə əsərini yazmışdı. Aşağıda Təbiət haqqında adlı essesini kiçik ixtisarla veririk. Təbiət. Biz onunla əhatə olunub onun içindəyik. Nə ondan çıxa bilər, nə də onun dərinliklərinə vara bilərik. İstəyimizi soruşmadan, yorulmağımızı gözləmədən bizi öz rəqs burulğanına alıb aparır. O hər an dəyişir. Bir anda dinclik bilmir. Dayanmaq nədir ona məlum deyil. Hər cür hərəkətsizliyin düşmənidir. O möhkəmdir. Addımları bir bərabərdədir. Yolundan yayındırmaq nədir? Qanunları dəyişməzdir. O daim fikirləşir, daim düşünüb, ancaq insan kimi yox, təbiət kimi. Onun özünün hər şeyi qavramaq kimi təfəkkürü var. Amma heç kim bunu görə bilmir. Bütün insanlar onda, o da hamıdadır. Hamı ilə dostlayana oynayır və ondan nə qədər udursansa bir o qədər sevinir. Çoxu ilə elə xəlvəti oynayır ki, oynayanlar onun nə vaxt çəkilib getdiyini belə hiss eləmir. Hətta cansız təbiətdə də təbiət var. Ən kobud riyakarlıqda da onun qüdrətli iradəsi hakimdir. Kim onu hər yerdə görmürsə, onu heç vaxt üz-üzə görə bilməz. O insanı zülmətə bürüyüb daim işığa doğru qovur. Həyat onun ən gözəl kəşfi, ölüm onun böyük həyata qovuşmaq vasitəsidir. O körpənin də ona vəz oxumasına imkan verir. Hər axmaq belə onun haqqında hökm verə bilər. Hamı ilə əylənir və haqq hesab çəkir. Hətta ona qarşı gedəndə də onun qanunlarına itaət olunur. Onun hər əməli xeyirdir. Çünki hər şey zəruridir. O gecikir ki, ona çatsınlar. Tələsir ki, ondan doymasınlar. O sərt və həlimdir. Sevir və qorxudur. Zəif və hər şeyə qadirdir. O keçmiş və gələcək bilmir. İndi onun əbədiyyətidir. O xeyirxahdır. Ancaq ondan sevgi etrafı qopara bilməzsən. Ondan hədiyyə ala bilməzsən. Özü istəsə verəcək. O hiləgərdir. Ancaq xeyirxahlıq üçün. O bütövdür və daim başa çatmamışdır. O yaratdığına nifrət etmir. Hər şey onun xidməti və onun günahıdır. O daim yeni obrazlar yaradır. Onda nə varsa olmayanlardır. Nə olubsa bir də olmayacaq. Hər şey təzədir, həm də köhnə. Biz onun əhatəsindəyik, ancaq ona yadıq. O daim bizimlə danışır, ancaq sirrini açmır. Biz daim ona təsir edirik, amma onun üzərində hökmran deyilik. Adama elə gəlir ki, şəxsiyyət onun üçün əsasdır, lakin ayrı-ayrı fərdlər onun heç vecinə deyil. O daim yaradır və dağıdır, lakin ustalıqda əl çatmazdı. O bütünlükdə öz gözəlliyindədir. Bəs hanı o? Ən sadə şeylərdən heç bir əziyyət çəkmədən
ən kamil əsərlər yaradıb hamısını zərif sir pərdəsi ilə örtür. Onun yaratdığı hər şeyin öz mahiyyəti, hər hadisənin öz mənası var. Hamısı da bir-birindən ayrılmazdı. O heyrətamiz tamaşalar göstərir. Özü görürmü onları, bilmirik. Lakin bizim üçün göstərir və biz nəzərə çarpmadan xəlvəti baxırıq. Onda hər şey yaşayır, icra olunur, hərəkət eləyir. Amma irəli getmir. Qədim Yunanistan, Roma, Fransa burjua inqilabı və s. xarakterizə olunur. Üçüncü hissənin məzmununu din təşkil edir. Burada ictimai təfəkkürün formaları izah olunur. Hegel fəlsəfəsinin yekun hissəsi ruhun fəlsəfəsidir. Ruh da üç hissədən, subyektiv ruh, obyektiv ruh və mütləq ruhdan ibarətdir. Hegelin siyasi baxışları hüququn fəlsəfəsi əsərində şərh olunur. Hegelə görə dövlət şəxsi azadlıqları və mülkiyyətləri qorumaq üçün yaradılmayıb. Dövlət vasitə deyil, məqsəddir. Allahın dünya üzərində gərdişidir. Ən yaxşı dövlət quruluşu konstitusiyalı monarxiyadır. Hegel, Platon, Aristotel, Epikur və Kantdan sonra dünya fəlsəfə tarixində Marksizmdən əvvəlki fəlsəfənin ən nüfuzlu nümayəndələrindən biridir. Schopenhauer Arthur 1788-1860-cı illər. Alman filosofu. Atası bankir, anası dövrünün məşhur yazıçılarından biri olub. Atası öldükdən sonra gənc yaşlarından anasından ayrılıb sərbəst yaşamışdı. Kör iradə, boş təsəvvürdür dünya adlı məşhur əsərini 30 yaşında çap etdirib. Onun fikrincə dünyada yalnız kör, şüursuz iradə hakimdir. Obyektiv aləm isə təsəvvürün, xəyalın məhsuludur. Həyatda insanın yeganə nəsibi istirabdır. Bu istirabdan qurtarmaq üçün hər cür həyat eşqini ürəkdən qoparıb atmaqdan başqa çarə yoxdur. Schopenhauer hər cür tərəqqinin mümkünlüyünü inkar edir. Güya insan nəsli bir-birini didib parçalayan yırtıcılar sürüsüdür. Onun fikrincə kütlələrə başçılıq etmək, onları kütləvi çıxışlara səfərbər etmək üçün heç də böyük şəxsiyyət olmaq vacib deyil. Əksinə, məhdud ağla sahib olanlar bu işi daha yaxşı bacarırlar. Dünya yaranandan bəri orada həmişə güc, qüvvət, zorakılıq hakimdir. O, xalq kütləsini əbədi yeniyetmə adlandırır. Əsəri çap olunanda heç bir əks-səda oyatmayıb, makulaturaya getmişdi. Filosof tənhalığa çəkilib 20 il atasının qoyub getdiyi sərvət hesabına qayğısız ömür sürmüşdü. Başqa əsərləri çap olunandan sonra qocalığına yaxın şöhrət qazanmışdı. Fikirləri. Fərdlərin dava-dalaşı dövlət hakimiyyəti tərəfindən qarşısı alınıb üzə çıxa bilməyəndə daxilə qayıdır və get-gedə artan borc kimi xalqlar müharibəsinə çevrilib tez və böyük məbləğdə qanlı qurbanlar tələb edir. Bayağı adam həmişə ünsiyyətli olur və yalnız hədsiz boş və bayağı adamlar qocalanda da eyni dərəcədə ünsiyyətli olurlar. İnsan nə qədər kamil və nadir nüsxədirsə, bir o qədər tənhalığa məhkumdur. Təbiət insanlar arasında zəka və mənəviyyatca nəhəng fərq qoyub. Cəmiyyət isə rütbə və dərəcə yolu ilə həmişə bu fərqi yox eləməyə çalışır. Hegel Georg Wilhelm Friedrich 1770-1831-ci illər. Alman filosofu. Stuttgart şəhərində çinovnik ailəsində doğulub. Fəlsəfə və ilahiyyat təhsili alıb. 1818-ci ildən Berlin Universitetində dərs deyib. İdealizmi mütləqləşdirib. Hegel idealizmi mütləq ideya, varlığın əsası, təbiətdən və insandan əvvəl mövcud olan qüvvə kimi təqdim edir. Həmin ideya fəaliyyətdədir və bu fəaliyyət isə ancaq təfəkkürdə və özünü dərk etmədə mövcuddur. Ruh təbiətdə təzahür edir və sonra insan şəklində təfəkkür aləmində mövcud olur. Bu mərhələdə fərdi təfəkkür meydana çıxır. Din, fəlsəfə, incəsənət yaranır. Hegel xalqları kör qüvvə hesab edir. Almaniyanı gələcəyin ruhi atası kimi tərifləyir. Müharibəni həyatın zəruri hadisəsi hesab edir. Hegel yazır ki, çılpaq nəticə meyitdir. Hegel fəlsəfəsində ruhun fenomenologiyası 3 hissəyə bölünür. Birinci hissədə təfəkkür,
özünü dərk etmə və idrak şərh olunur. İkinci hissə ruhun xarakteristikasına həsr olunub. Burada idrakin, tarixin ayrı-ayrı mərhələlərinə aid müəyyən obrazları, qədim Yunanistan, Roma, Fransa burjua inqilabı və s. xarakterizə olunur. Üçüncü hissənin məzmununu din təşkil edir. Burada ictimai təfəkkürün formaları izah olunur. Hegel fəlsəfəsinin yekun hissəsi ruhun fəlsəfəsidir.